Bağışlayan və mehriban Allahın adı ilə. Leylətul Rəğaib, Arzular Gecəsi. Həzrət Muhammed salavatullah buyurur: Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın. Mələklər həmin gecəyə Arzular Gecəsi deyərlər. Allah Müteal bu gecədə möminlərə rəğbət edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar. Namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir. Həzrət Peyğəmbərdən nəql olunur: Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni Leylətul Rəğaib deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır. Bütün mələklər Kəbə ətrafına toplanır. Bu gecənin özünə məxsus əməlləri və namazı vardır. İlin ən mötəbər və müqəddəs günlərindən biri hesab olunur. Əziz İslam Peyğəmbəri buyurmuşdur: And olsun canım əlində olan Allaha, hər kim bu namazı qılsa, Allah həmin şəxsin günahlarını bağışlayar. Hətta günahları səhradakı qum zərrəciklərinin sayı qədər, dəryalar qədər, ağacların yarpaqlarının sayı qədər, dağların ağırlığı qədər çox olsa belə günahları bağışlanar. Qiyamət günü Allah həmin şəxsə 70 nəfərə şəfaət etməyə izin verir. Bu namaz birinci qəbir gecəsində mələk surətində insanın yanında olar və köməyinə gələr. Rəcəb ayının ilk cümə axşamı günü oruç tutulur. Şam və işə namazları arasında 12 rükətli, 6-2 rükət namaz qılınır. Hər rükətdə bir dəfə həmd, 3 dəfə qədr və 12 dəfə İxlas surələri oxunur. Namazdan sonra 70 dəfə Allahümmə salli ala Muhammedinin nəbiyyil ummiyyi və alə alih. İlahi Həzrət Muhammedə və onun nəslinə öz rəhmətini göndər. Sonra səzdəyə gedib 70 dəfə Subbuhun Quddus Rabbul Mələikəti və Ruh. İlahi, sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun Rəbbisən. Sonra başını səzdədən qaldırıb 70 dəfə Rabbiğfir vərhəm və təcəvəz Amma ta'lamu innaka antal aliyyul a'zam. Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyim bütün günahlarımı əfv et. Həqiqətən sən uca və əzəmətlisən. Sonra yenidən səzdəyə gedib 70 dəfə Subbuhun Quddus Rabbul Mələikəti və Ruh. İlahi, sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun Rəbbisən. Sonra hacət və istəyinizi Allahdan diləyirsiniz.